çay, düzdür? Bəli. Bu məhlul. Ha, bu suyla, bax, ayrıca bu renk, su və renk. Ayrıca maddədir. Su, amma suyun üzərinə rəngi tökəndə bu qarışıq çay olur. Bax, bu olur məhlul. Yəni, məhlul hər hansı bir qarışımdır alır. Baxın, görək, başa düşürük. Bəli. Şirin çay eləyirsiniz da, düzdür? Çay deyək ki, bir maddədir. Onu sizə pesok töküb qarışdırırsınız. Bu da olur məhlul. Çay ilə pesokun qarışımı, bildiniz? Bəli. Çatdı bura sizə? Hə. Bəli. İndi gəlin məsələləri izah eləməyə. Bax, məsələ nümunə yaza eləyin. Məsələn, 42-yə yazın məsələni. Bəli. Hə. Oradan 42-ci tapşırıqda birincini yazaq müəllim. Bəli, orada 42-də birincini yazın. Onu həll eləyək, keçək o birilərinə. Müəllim, indi dəftərimdə köçüb o da eləyəcək, yoxsa rızasız? Bir dənə onu köçürdün qayda dəftərinizi, həllini izah eləyəcəm. Qalanlarını özünüz sərbəst rahat eləyəcəksiniz. Yazın köçürdün, deyin, mən izah eləyim. Yəqin həyətdədir, ay nənə. Müəllim, mən yazdım müəllim. Ha? Yazırsanız? Bəli. Nə gözəl, əla, super. Hə, bax uşaqlar, deyir ki, bax mən burada izah edirəm sizə. Deyir 24 kiloqram sudur. Saf sudur. 6 kiloqram da duzdur. Deyir ki, qarışımda nə qədər duz olar, neçə faizli duz olar. Neçə faizli nə deməkdir? Uşaqlar, məsələn, bax, belə bir şey izah edeyim də mən sizə. Kaydı açmışam, görüm. Hə, məsələn, bu nə deməkdir? Məsələn, bax, tutaq ki, Aydan şirinçay eləyib, Aydan da şirinçay eləyib, Mədinə də, Fidan da. Aydan bir stəkana 2 qaşıq pesok atıb, Həmidə 5 qaşıq atıb, amma Fidan 10 qaşıq pesok qatıb da çaya. Hansının şirinliyi az olar? Aydanın çayının şirinliyi az olar, amma Fidanın çayı şirin çay yox, şərbət olur. Görürsünüz, qatı olur. Bunu başa düşdük? Uşaqlar. Bəli. Bunu başa düşdük? Yəni, nə qədər çox pesok olsa, qatı o qədər çox qatı olur da. Yəni, deyirik, orada məhlulun faizini tapın. O deməkdir ki, yəni, onun o atdığı 3 qaşıq var, ha. Bir stəkanın neçə faizidir? Bildiniz? Müəllim, onda 24-lə 6-nı toplayacağız müəllim, sonra 30-un 6%-ni tapacağız. Bəli, 6 kiloqram məhlul deyir axı, qarışım məhlul nə qədər olur burada uşaqlar? 30. Qarışım məhlul deməkdir. Həm də bildin niyə? Nə müəllim? Bildin niyə məhlul 30 oldu? Çünki su ilə duzu qarışdırırıq ki, qarışımın içində duzun faizini tapaq. Məhlul olanda mən su gəlib müəllim. Qarışdırırıq da, hə. Su ilə duzu qarışdırırıq. O da üst-üstə gəlir da. Bəli. İndi mən 36 bizə böləcəyim. Qulaq as. İndi deyir ki, 30 kiloqramın içində neçə kiloqram duz var Aydan? 6 kiloqram, düzdür? Bəli. İndi deyir ki, 6 kiloqram var, ha. Bu 30 kiloqramın neçə faizidir? 6.
30'un neçə faizidir? 6 böl 30 AB'nin neçə faizidir demişdim. Vur 100'ə bax. Gedir ixtisara, bəli, qalır 20 faizidir. Deməli 30 kiloqramın içində 20 faiz duz var imiş. Başa düşdük? Bəli. Bəli. Başa düşdün həm də? Bəli. Bəli. Qızlar sizə də çatdı, fidan çatdı sənə? Bəli. Qalana 43'ün birincisini yazın, özünüz eləyin. Amma diqqətli olun 43'ə. Müəllim, mən yazdım. Aha, bu qızlar da yazsın. Həll eləyin ha qızlar. Mən tapdım. Hı. Hamı tapdı, həm də qalıbdıysa. Tamam, bir dənə də bax. Qoy həm də tapsın. Mən tapdım müəllim. Aha, neçə tapdın həm də? 30% mən. Qızlar siz neçə tapdınız? Mən də 30%. Müəllim, mən 70 tapmışam müəllim. Yox, mən 30%-dən tapmışam. Nətər tapdın o 70'e? Müəllim, mən 92 çıxmışam müəllim. Niyə? 28-in Niyə? Sən məhlul lazımdır da. Sən məhlul lazım deyil. Məhlulun içində duz axtarsan. Duzu bölürsən məhlula. Deyib, tövün içində axtarmırsan, vur 100'ə. Niyə qatmırsan aləm bir-birinə elə? Burada 30 qalır. Burada 3 qalır. Bu, daha doğrusu burada hə. 3 dayanın görə uşaqlar. Bir saniyə mən çaşdırmayı, bir də saniyə deyil. Bir də saniyə dayanın görün. Burada 10 qalır, burada 3 qalır. Bununla da bu gelir, cavab edir 30. Sən niyə elə aləm qatmırsan bir-birinə? Mən də çıxmışam, amma cavabı 30 almışam. Çıxmamalıydınız əslində. 40 kiloqram məhluldur. Məhlulun içində istəyirsizlər. Sizə Mən olsun. başa düşdüm. Hə? Nə? Başa düşdüm mən. Çatdı? Bəli. Şimdi. İndi gəlir bu birlərə. Uşaqlar, bu birlərin çox gözəl, çox incə, çox belə, yəni həqiqətən çox möhtəşəm bir həlli var. Bu il kəşf eləmişəm bunu. Keçənki uşaqlarım zülm çəkirdi bu məsələlərdə.
Asan yol var deyəsinlər. Başa düşə bilmirdilər. Baxın. 44-ün birincisini köçürdün. Görün nə deyəcəm sizə indi. Hə, köçürdüm deyin mənə. Köçürdəndən sonra. Mama tapdım ben. İyi yazdım ben. Bu qızlar da yazsın. Ben de yazdım ben. Uşaqlar, nə edirsiniz? Bax, burada 20 faizli 4 litr spirt, düzdür? Burada görürsünüz 4 litr bilirsiniz nədir? Məhluldur. Burada 10 litr məhluldur. Yəni, bunun içində 4 litrin içində 20 faiz spirt var. 10 litrin içində 4 faiz. Baxın, görək. Başa düştüm ben. Başa düşdünüz? İndi buraya yazırsınız nə? Bax, buraya yazıram, sözü yazıram uşaqlar. Məhlul. Burada yazıram faizi. Faizi. Həmişə bunu yazmayasınız, ha? Sadəcə göstərmək üçün yazıram. Bax, birinci məhlulum nə qədər idi? 4 litr, düzdür? Bəli. İkinci məhlulum nə qədər? İkinci məhlulum nə qədər idi? 10 litr, düzdür? Onu biraz uzaq yazdım. 4 litrdə neçə faiz spirt var? Bax, 20 müəllim. 20, ay sağ ol. 10 litrdə neçə faiz spirt var? 4 faiz. 4 faiz. Bax, burada yazılıb, həmin də yanında yazılıb. 4 faizli 10 litr spirt. Başa düşdü? Bəli. Bunu toplayırıq, bərabərdir. Neçə litr məhlul olur qarışdıranda uşaqlar? 14. 14. 4 litrin üstünə 14 gəlir. Siz olur 14. Faizini isə bilmirik. Elə bir 2 dənə spirtli sudur uşaqlar. Qarışdırırlar, deyirlər bu qarışıq var, alınan qarışım. Neçə faizli olur? İndi necə hesablayacaq bunu? 20 vurulsun 4. Ya daha doğrusu belə yazın da, qoy başınız qarışmasın. 4 vurulsun 20. Baxın uşaqlar, bunları bir-birinə vurursunuz. Bax. Başa düşdük? Üstünə gəlsin. 10 vurulsun 4 bərabər də 14 x. Qutardı, getdi. Buradan x-i tapasınız. 80 üstə gəl 40 bərabər də 14 x. 14 x bərabər də 120. 14 x bərabər də 120. X bərabər də 120 bölünsün 14. O da bərabər də 60 bölü 7. Baxın görək. Gördünüz nə sadə yoldur? Başa düşdük uşaqlar? Bəli. İndi bunu qoyacağım, ikincisini özünüz edin. Görün necə sadə yoldur. O boyda ikinci olmaq... Hə? Bunu anlaman sağsın. Görün nəyə başa düşmədin həm də. İzah edeyim sizdən. Başa düşdüm, mən bir də oxuyan kiməm. Hə, okey, tamam. Mən başa düşdüm mən indi. Okey, siz hamınız başa düşdünüz, həm də misalı işləyin ikincini. Yaxşı. Başa düşməsən təzədən izah edəcəm. Mən bəs ekran göstərə bilərsən mən yazıyım. Nə? Mən ekranı bəs verərsən.
Bunu deyirsən, yoxsa o birisini? Hə, biri. Ala. Elədim. Müəllimə yazdım. Aha. Mən də tapdım. Əla, qoy Həmidə də tapsın. Müəllimə. Hacım. Burada böləndə mən sıfır gedəndə yazmısıq olar sıfır. Nətər baxarıq da indi məsələyə, bilmirəm, başa düşmürəm nəyi deyirsən. İndi baxarıq deyərəm sənə. Bəli. Tamam. Belə başa düşmürəm, amma gərək məsələni görüm. Mən tapdım mən. Qəşəng, əla. Aha. Şu, qızlarım hamısı tapdı elə biləm, eləmi? Deyəsən ayda qalıb müəllim. Hə? Mən yazdım. Mən elə biləm Aydan dedi, axı bir dənə Həmidə qalmışdı. Haycan Həmidə. Həmidə qalıb müəllim. O da yazdı. Həmidə elədi də Dafşoy. Həmidə də nə qədər eləyəcək? Hamımız yazmışıq müəllim. Hə. Tamam onda. Aha, necə getdin? Həmidə Həmidə deyib, Aydan deyib, görüm necə getdin?
Mənim birinci mən Məhlula. Aha. 4010 yazdım. 4010 nədir az? Mən Məhlul yazdım mən. Qavana 4. Mən onu deməm. Məhlul yazdım. Qavana 30 litrdən 20 litr yazdım. Bə onu deyirəm da. Hə, sonra. Sonra 30 faizdən 5%-dən 10% yazdım. Ay, sağ ol. Aha. 30-dan 20 litr topladım mən. Aha. 50 litr elədim. Aha. 50'nin altına x yazdım. Ay, sağ ol. Sonra 30'dan 5'i, 20 ilə 10'u, 50 ilə də x'i vurdum. ay, sağ ol və toplayırıq ha bunları. Çünki qarışır deyə toplayırıq ha uşaqlar. Tamam. Sonra mən 150 üstə 200 bərabər 50x. Bir dəqiqə. Aha. 50x bərabər 350. Aha. X bərabər 350 böl 50. Aha. Mən orada o adi kəsilə yazmışam mən. 350-ni 50-yə bölərsən da. Orada mən 70 elədi. 7. Qutardı getdi. Uşaqlar çatdı. Hə, mən də belə yazmışam. Həm də Mən soruşdum mən oydu. Hə, sənə bana bilə bölürsən də. Həm də belə yazmısan sən də. Mən Hə. oldum hə. Mən yazdım mən 150 Hə. 30 vursun 5 çəkəsini vursun. Ay, sağ ol. Mən oldum mən yazmadım mən. Nətər yazmısan bə? 20-ni mən 30-a vurdum, onu 5-ə vurdum mən. Elə olmur axı. Bax, kimin faizi nədirsə ona vurursan. 30-un faizi 5-dirsə vurursan 5-ə, 20-in faizi 10-dur, 20-ni ona vururuq, 50-nin də faizini bilmirik deyə x-a vururuq. Bax. Cavabı 7 alıb. Bax gör, həm də. Qaydası nədirsə elə get ha qızım, yaxşı? Mən nə bilirəm, siz orada mən yazmışdım Məryəm, siz absurmussunuz. Hə. Mən bilirəm, orada 10-dan 4-ü 4-dən 20 vurursunuz. Yo, alt-alta. Alt-alta vurur. Ona görə alt-alta yazıram ki, rahat görə biləsiniz ki, kim kimin balasıdır. Tez bir dənə üçüncünü də eləyin görək. Üçü də eləyin görək. Müəllimə yazdım. Tamam. Yazsın. Mən də tapdım. Əla. Tapmayan var. Mən bir də həm də qalıb mən. Qoy həm də yazsın.
Mən yazdım müəllim. Aha. Yazdın? Onda. Müəllim. Okey. Həmidə de görüm necə yazdı. Bizim mənim məhlula müəllim. Həllindir. Birbaşa həllindir həm də. Həm deyəm. Hə. Birinci mən orada 40-ı ona vurdum. Aha. Bu gəlsin 80 vursun 4. Aha. Babətlə 120 qız. Yüz vur Altdan X. yazdım müəllim. 400. Üstə gəlsin mən 320. Babətlə 120 qız. 120 yoxsa hə 120 X 120. yazmısan bura. Hə. Sonra Altdan yazdım 120 qız. Babətlə aha. 720. Aha. Oradan altdan x babəti kes xətti çəkdim. Aha. Xətti müəllim 120, sürəti Aha. 720 yazdım. Cavabı Oradakı sıfır sildim. O dəyərdə 60. Aynen. X de beraber de 6. Bəli, düzdür. Başa düşdü? Bəli. Süper. Yaxşı. Uşaqlar, bu gəldi, bu faiz bildiniz də. Bu deyir ki, 4 litrin içində 20% spirt var. Ona görə məhlulun altına 20% yazırıq ha. Yəni bunu nəzərinizdə tutun. İndi gəlir aşağı. Deyir ki, bax gör nə deyir. Deyir 50%li spirt almaq üçün. Yəni 50%li spirt harda olacaq? Ən axırda, düzdür uşaqlar? Bəli. Hə. Deyir ki, 40%li 80 litr spirt məhlulu. Bax 40 litr məhluldur uşaqlar. 80% içində spirt var, düzdür? Bəli. Deyir nə qədər su əlavə eləyək? Üstünə gəlir su. Düzdür? Su neçə litrdir? X litr, bilmirəm, düzdür? Bəli. Uşaqlar, indi baxırıq, su burada neçə faiz olur? Uşaqlar, suyun sizcə məhlulun içərisindəki faizi, duzluluq faizi, spirtə görə faizi neçə faiz olar sizcə? Müəllim. Bax, deyirəm ki, uşaqlar, spirtli sudur da, düzdür? Elə bir spirtli su deməyim, duzlu sudur, düzdür? Duzlu suyun içinə uşaqlar əlavə su qatıram, düzdür? Bəli. Sizcə bu spirtin bu faizinə təsir eləyir? Yəni necə deyim mən sizə? Bizə spirtin faizi lazımdır da, düzdür orada. Su əlavə eləyəndə spirt əlavə eləmirsən ki ora. Ona görə su var, spirt yoxdur deyə orada spirt neçə faiz olur? Bax suyu tökürsən amma spirt tökmürsən ha, ancaq su. Yəni neçə faiz spirt olur orada? Müəllim. 0. Çünki spirt yoxdur axı. Bax görək. Başa düşdünüz? Başa düşdünüz uşaqlar? Bəli. Sonra deyir ki, axırda 50%li məhlul alırsın. Cəmi nə qədər olur? 40 üstə gəl x, düzdür? Amma 50%-lə. Baxın, məhlul 40 üstə gəl x olmadı. Bəli, müəllim. Başa düşdü? Bəli. Nəsə sata biləməm. Əlbəttə ki, həm də buyur. Orada mənim üstə əlinə yazma. Nəyi? 50-ni burada özü deyir ki, həmidə kitaba bax. Burada deyir ki, axırda 50%li spirt alınsın. Yəni spirtin miqdarını bilmirəm. Ha, deyir amma 50% olsun içərisi. Başa düşdü? Bəli. Bəli. Heç nə. 40-ı vururuq 80-ə. Görürsüz necə gözəl yoldur uşaqlar. X-i vurursunuz 0-a, bərabərdir 40 üstə gəl X-i, vurursunuz 50-yə. O da bərabərdir 320 üstə gəl 0. 0-ı yazmırıq da uşaqlar. Bərabərdir 40 üstə gəl X vurulsun 50. Baxın görək, başa düşdük? Bura kimi. Həmidə çatdı sənə bura kim bala? Bəli. Hə. Ona görə yazıram indi 200 vurub açıram uşaqlar sizə görə. 50x bərabərdir 320. 50x bərabərdir 320-dən 200 çıxıram, qalır 120. Sıfırları uşaqlar bu arada belə ixtisar eləyə bilərsiniz, amma eləməyin. Gəlin, başınız qarışmasın. 120 bölüb 50. Bunlardan sıfırları ixtisar apardım. 12-ni də 5-ə böləndə neçə elədi? 2 tam 10-da 4. Başa düşdük? Yəni neçə litr su əlavə eləmək lazım idi? 2 tam 10-da 4 litr. Baxın görək. Bəli. Başa düşdük? Bəli. Aferin. Həmidə çatdı sənə?
Mən deyəsən yaxınam. Mənə axırını satmadım mən. Nə çatmadı? Harasında ilişdin qaldın? De görüm. Sən dinən Orada mən. Hə. 200 varım, 200 də gəlsin əri. Hə. Orada qaldım mən. 200 100 200 bax, mötərəzəni vurdum, açdım da. 50 bax, vurulsun 40 üstə gəl x. Həm də və ya 40 üstə gəl x vurulsun 50. Vuruqların yerini dəyişəndə hasil dəyişmir, düzdürmü? Bu axırında yazılmışdı, ya əvvəlində yazılmış, eyni şeydir. Orada mənim 400 mən 500. Mən 40-ı 50 vurur mənim. Sağ ol, 200, sonra da 50-ni vurdum x-a. Bax gör. Bəli. Fərqi yoxdur, 50 harda olsun, birinci buna vurmalısan, sonra buna. Başa düşdün? Nə eləmişəm proqramı? Əlbəttə ki. Orada yazmışsınız x vurulsun 0 müəllim. Hansısa bir ədəd vurulanda həmin ədəd 0 alınmır. Bəli, hədə 0 alındı da. Üstə gəl 0 alınır. Mən də yazmadım da. Uşaqlar, burada 320 deyil. Bu 3200 olacaq uşaqlar, üzr istəyirəm. Burada mən səhv eləmişəm. 40-ı 80-ə vuranda 3200 eləyir. Uşaqlar. Başa düşdünüz? Bir dənə orada texniki səhv gedibdi. Bəli. 50x bərabərdir. 3200-dən çıxıram 200 olur 3000. X da bərabərdir 3000 böl 50. İxtisar gedir sıfırlar, o da eləyir 60. Başa düşdük? Bəli. Bəli. Əla, super. Söz çatdı sizə bu. Bəli. Nə gözəl, aferin mənim uşaqlarıma. Aha, indi uşaqlar. Bax, su olanda əgər maddiyə, yadınızda qalsın, məhlula. Su əlavə olunursa, yəni maddənin, saf maddənin özü əlavə olunursa, orada maddə 0 götürülür. Bu elə bir faizi olan maddə. Məsələn, spirtli sudur, isə su əlavə olunur, düzdür? Orada spirtli 0 götürür. Amma desək ki, üstünə 5 litr spirt gəlib, uşaqlar. 5 litr neçə faiz olur? 100%. Təmiz spirt daxı ona görə. Başa düşdük? Bəli. Həm də çatdı sənə. Bəli. Super. Onda gedirsiniz 45-in ikincisini özünüz eləyirsiniz. Mən böyüdürəm. Burada. İndi eləyin.
Bəli. Həcm. Bəyaz müəllim orada 40 vurulsun sayısı üstə x vurulsun 0 yazmışdınız ya. Hə. Ondan sonra müəllim yazmışsınız hemen yazmışdınız hemen 3200 bərabərdir. Mötərizə içində 40 üstə gələk x mötərizəni bağlayaq müəllim. Orada 50. Orada mənim 200-ü hardan aldıq müəllim? 200'ü bax, həmdə də bayaq onu sual verir da. 50'ni birinci 40'a vurdum. 200 möhtərizəni vurdum, açdım. Sonra da 50'ni x-a vurdum, bax. Bax, görsətdi. Bəli. Başa düşdü? Bəli. Bəli. Tamam, buyurun. Özüm bağlayıram ki, özünüz fikirləşib eləyəsiniz. Mehmet tapdım. Mehmet sorabilirim. Nə? Mehmet sorabilirim müəllim. Kim deyir? Fidan desin. Fidan de görüm. Mən tapmamışam müəllim. Hələ hesablayıram. Nəsə sual ver əlbəttə ki, ver. Müəllim, orada biz yazmışıq müəllim 200 üstə 50x bərabərdir 3200 yazmışıq müəllim. Hə. O 50 x-i 3200-dən 200 çıxmışıq müəllim. Hə də, 3000 aldıq. Tənlik kimi eləmişik də. Bəli. Qoy Fidan da eləsin, qutarsın. Başa düşdünüz qızlar bunu? Nə müəllim? Başa düşdünüz bunu? Bəli. Nə gözəl. Siz başa düşdünüzsə deməli problem yoxdur. Nə desəm? Mən yazmışam mən. Afərin. Qoy uşaqlar da yazsın. Daha doğrusu Fidan qalıb bir dənə. O da yazsın, qutarsın. Ondan sonra davam edək. Müəllim, biz orada deyəsən səhv eləmişik müəllim. Harda? Orada 50-ni 40-a vuranda müəllim 2000 eləmir. Bir deyən görüm. Ayda. Hə, ay uşaqlar. Mənim möhtəşəm bu hesablamalarım, maşallahım var. Hə, düz deyirsən bala. Uşaqlar. Sizi səhv yönləndirmişəm. 3200-dən çıxıram 200, eləyir 1200. 1200. Mən hamı səhv ola bilər. Hə, bu nəsə 2.24 eləyir o da. 24%. 24 litr su üzr istəyirəm. Müəllim, mən hesablayıram da müəllim. 1200-də 1800 çıxamadığıma görə müəllim. Nə səhvdəsə səhv. Bəlkə hardasa səhv eləmsən. Gəl başlayaq.
Görək hardasa səhv eləmisənsə, baxaq görək harda səhv eləmisən. Gəl. Bəli. Tamamdır. Okey, gəl. Sən dinə. Biz də yoxlayaq bir-bir. Qızlarla yoxlayaq bir-bir. Hə. Müəllim, mən yazmışam müəllim 60 vurulsun 20. Üstə gələ x vurulsun 0 müəllim. 60'ı 20'ye niye vurmuşsan? 60'ın içinde ne kadar spirt var? 60'ın içində müəllim. Hə. 30. 30. Yəqin mən orada səhv eləmişəm. 20'ni almaq üçün deyil. 20 axırda alır. Üstə gəl su əlavə etmək lazımdır. Suya nə yazmısan? X. Neçə faiz? Mənim 0%. Sonra bərabərdir neçə litr məhlul alınır? 60 üstə x. Neçə faizlə alınır? Faizli müəllim 30. 30 alınmır axı 20 faizlə alınır. Deyir ki 20 litr. Hesabımı tapdım müəllim. Davamını da dinən burada bir yerdə hesablayaq da vaxtımız getməsin. Müəllim ona 60 vurulsun 30 üstə x vurulsun 0. O da 0 eləyir da yazmıram da bilirsiniz də buraları. Evet. Bərabərdir. Aha. Bərabərdir. Mötərizənin içində 60 üstə x. Mötərizəni bağlayırıq, Aha. yanına yazırıq. Aha. O da eləyir müəllim. 1800. Aha. Bərabərdir 60 üstə x vur 30. 30 yox 20. 20 müəllim. Hə, vur aç mötərəzəni. Sonra müəllim 1800 üstə 30x. 1200 üstə 30x. Aha. 30 O da- yox 20. 20x o da müəllim. 1200. Yoxsa bilsək. 1800 çıx 1200 də. Bəli müəllim. Hə. O da eləyir müəllim 30 20x müəllim. Hə. Hə. 1814. 20x bərabərdir müəllim Aha. 600. Aha x. X bərabərdir 600 bölünsün 20. Aha o da O da eləyir müəllim 30. qutardı getdi. Yəni 30 litr su. Bölünə yazıram ki, yəni birinci 30 litr su. Qızlar siz də belə yazmısınız? Bəli, bəli. 30 ilə 20-nin yerini qarışdırmışam. Qarışdırma da, qarışdırma. Qarışdırdın nə oldu da? Başa düşdük? Bəli. Nə gözəl. İndi gəlirik 46-ya. Deyir ki, bax, bu arada əlavə etmək deyir deyə toplayırıq ha uşaqlar. Buxarlandırma deyəndə, qırağa tökdülər deyəndə çıxacaq, yaxşı? Qarışdıranda çoxalır. Etsə, bunları izah edeyim, tapşırıqlarınızı verəcəm, şu qutardı getdi. Daha onsuz da bunlar faizin hamısını kesmişəm sizə. Faizin bir dənə bu qalmışdı. Hə, deyir 10% 20 litr yoda nə qədər yod qatmaq lazımdır ki, 40% yod məhlul alınsın. Əlində nə səhifə 77. Hə, uşaqlar nə qədər məhlul var əlində? 20 litr, düzdür? Neçə faizdir? 10%, düzdür? Bəli. Deyir ki, yod qatmaq lazımdır. Yod nə qədər yod deyir? Yodun miqdarını bilirlər. X. Faizi nə qədər olur uşaqlar? Faizi müəllim. Bax, elə bir yodlu suyun üstünə yod tökürəm. Hə? 40. Yox, bax, qulaq as, orada verməyib o faizi. Amma sən məntiqi işlədib tapmalısan. Bax, yodlu sudur, üstünə təzədən gedirəm bir dənə yod alıram, içinə yod tökürəm. O yod neçə faiz olur? Saf yoddur, təmiz yoddur. 100 faiz. Bəli. Başa düşdük uşaqlar? Niyə? Bəli. Bərabərdir. Məhlul nə qədər oldu? 20 üstə gəl x, mötərizə yazmazdım. Deyən görüm. 20 üstə gəl x neçə faizli oldu? Deyən görüm neçə faizlidir? 40 faizli yod alınsın. Yəni 40% olacaq. Başa düşdük? Bəli. 20 vur 10. Üstə gəl x vur 100. Üstə gəl. Üzr istəyirəm. Uşaqlar bircə səni. Bərabərdir. 20 üstə gəl x vurulsun 40. Düzdür? Bu da olur nə? 10x qavandakı x-dir mən. 100x, bəli. Bərabərdir. 20-ni 40-a vururam. Eləyir 800. Üstə gəl 40x. X-i keçirdirəm uşaqlar bir tərəfə, ədədləri bir tərəfə. Çünki 2 dənə x var. Olur nə? 100 çıxılsın 40x.
Baxın, 100x çıxılsın 40. Başa düşdük bunu? Tamam. Bərabərdir Bəli. 800 çıxılsın 200. 60x bərabərdir 600. X də bərabərdir 10-a. Baxın görək. Bir dakika. Bir saniye. Buyurun, görün həzm eləyə bilirsiniz. Tamam ben de seçtim. Götürün, keçin Ben bizə. de seçtim. Çatdı. Bəli. Süper. Mənim uşaqlarıma nə var? Mənim uşaqlarım dahidir. İkincini özünüz eləyin. Bəli. Ben sıfır sıfırım ben. Əlbəttə ki, həm də soruş. O biraz sevmem 20 üstü gelsin kısmı. Hə, Sen o zaman qabaqdakı şey yazma unuttum ben. yazmağı unutma da yaz. Yazmağı Yazma. unutma. Unutsan məsələ olmaz o. Tez eləyin, qəşəng yazın görüm. Ben yazdım. Hə. Hem sessiz gelmiyor. Bilirəm, buradayam, sizi gözləyirəm. Gəlir səsim? Hemen gelir. Sizi gözləyirəm. Ben bu çok sanlıyım şey. Asan demiş, hə, asan da, əlbəttə ki. Hemen yazdım ben. Hı. Hamı yazdı? Bir yerden kaldım ben. Yaz. Hı. Hem tapdı. Hamı tapdı, yaxşı, 'Əlım. Aydan buyur.
Müəllimə, Hı. birinci mən yazdım 80 üstə x Hə, okey. Hə, bildim, bildim. bərabərdir Belə yazmısan, hə. Aha. 80 üstə x. Aha. Altından 20 qabağında 100 Aha. bərabərdir 50. Aha. Altından 80 vur 20 Aha. üstə gəl x vur 100 Aha, mən bunu 100x yazıram da birbaşa. Aha. bərabərdir. Hı -hı. Mötərizə içində 80 üstə x Aha. bu 50. Ha, sağ ol. Sonra? 1600 üstə 100x Aha. bərabərdir 4000 üstə 50x. Sonra? Sonra mən altdan 4000 çıx 1600 Aha. bərabərdir 100x çıx 50x. Hı -hı. Peki. Sonra Ha. 2400 bərabərdir 50x. Aha. Aha. Altdan hemen x bərabərdir. Hı -hı. Kəs xəttə çəkdim. Hı -hı. Məxrəcə 2400. Məxrəcə niyə? Surəti olmalı değildi. Sürətlə Aha. məxrəcədə 50. Ha, cavab? 48. Qızlar, hamınız belə tapırsınız? Bəli. Super. Başa düşdük. Görürsünüz məhlul nə Bəli. rahatdır. İndi gəlir sonuncu və 47-ciyə. Deyir ki, uşaqlar 5 faizli 40 litr yod məhluluna nə qədər su buxarlandıraq ki, 20% yod alınsın. Bu dəfə buxarlandırırıq uşaqlar. Buxarlandırmaq nə deməkdir? Azaltmaqdır, bəli, çıxmaqdır. Yenə yazıram 40, aşağısına yazıram 5, düzdür? Çıxıram, su nədir? X-dır da. Deyir nə qədər X. Suyun faizi nə qədər idi? Suya faiz nə yazırdıq? 100. 0. Həssən. Suyun içində yod yoxdur axı, su buxarlanır. Yod, bax belə məntiqlə fikirləş də. Sən duzlu su eləyirsən, düzdür? Buxarlananda duz buxarlanmır ki, su buxarlanır da, düzdür? Bəli. Yəni oradan 0% yod gedir və yaxud da duz gedir. Nə bilim, hər hansı bir maddə gedir. Başa düşdün? Bəli. Bərabərdir. Məhlul nə qədər olur? 40 çıx x, aşağıdan da deyir nə qədər məhlul alınsın? 20%. Qutardı getdi. 40-ı vuran 5-ə eləyir 200 uşaqlar. Çıxılsın 0, x, yəni 0. 0 vurulsun x bərabərdir. Ay. 40 çıxılsın x vurulsun 20. Yazıram 200 bərabərdir. 40-ı vuran 20 eləyir 800. Çıxılsın 20x. Düzdür uşaqlar? Buradan 20x-i elə bil ki, birbaşa tapıram. 20x nədir? Çıxılandır. Çıxılanı tapmaq üçün nə demişdim? Azalandan fərqi çıxırıq. 800 çıx 200. 20x bərabərdir 600. X də bərabərdir nəyə? 30-a. Baxın görək. Bəli. Başa düşdün? Mən pis sosu bilirəm. Əlbəttə ki, mən həm də buyur. Orada şey yazdım, 200 bərabərdir 8 çıxsın 20. Orada 8. müəllim, Hə. siz mənim orada müəllim 40-ı 20-yə vurdu 8 verdi. Orada da 20-yə çıxdınız müəllim. Çıxaq, Kəndi 20-ni də x-a vurdum bir dəfə. Hə, bəli, mən indi başa düşdüm mən. Çatdı? Bəli. Eləyin, ikincisini özünüz eləyin. Böyüdürəm, özünüz eləyin rahat.
Müəllim, mən yazdım. O qızlar hamısı yazsın. Mən tapdım. Hamı tapdı? Həm də qaldı. Baxım da tapsın. Mən də yazdım mən. Yaxşı. Hə. Həm də buyur. Mən birinci yazdım müəllim. Aha. Atmış, mən çıxılsın 2. Aha. Yazdım 60 çıxılsın 2. Mən yazdım 40. Aha. 10. 40 değil 64 bu. Mənim döşmə. Hə. Döş mənim yanında mən 0 müəllim. Ha. Babədi mənim 60. Nə deyir axırda bir də axıra baxım. Aha. Okey. Aha. Dəqiq. Aha. Bax mən yazdım 240 müəllim çıxılsın. Aha. 0,2. Aha. Babədi içində 60 çıxılsın 2. Mötürən bağlıq mənim vursun 60. Ay sağ ol. Aha. 240 mən babədi. Aha. 3600 çıxılsın 62. Aha. Altı yazdım 68. Aha. Babədi 3600-dən 240 çıxdım. Yazdım 3360. Aha. Altdan mən yazdım x babədi kəsxəti çəkdim. Aha. Məxluqum mən 60. Aha. Sürəti də 3360. O da 2 sıfırlar yığsaydım. Əla. O da Aha. Neçə? 56. Super. Qızlar siz də belə almısınız? Müəllim, Hə. mən bunu niyəsə toplamışam müəllim. Toplama mı alsan axı deyir buxarlandırma. Onu demirəm müəllim. Hə. Azalan çıxılan fərqi müəllim Çıxılan, orada şey bax, deyil. mən həmişə o söz deyirəm. Çıxılan sözün içində çıx sözü varsa, çıxın. Amma azalanda toplayın. Biri çıxılır, biri toplanılır. Hə. Müəllim, orada yazmışıq müəllim 60x bərabərdir. Yəni 240 bərabərdir 3600 Hə. Hə. Orada mən yazmışam ki 60x bərabərdir 3600 üstə gəlsin 2400. Mən də onu deyirəm ki, 60x çıxılandır, azalan, çıxılan. Çıxılanı tapanda çıxırıq. Hə, mən onu baş görmüşəm müəllim. Hə, səhv eləmsən də, eybi yox, düzəlt səhvi. Qızlar başa düşdük? Bəli. Super. Onda bunları götürsüz evə. Təbii ki, Namazovdan tapşırıq verirəm. Məhlul məsələlərini verirəm təmiz işləməyə. Gözlüyüm, hacı. 78-ci səhifədə 42, 43, 44, 45, 46, 47 verdik. Bəli, hamısını verdim. Təbii ki, əlavə elədiklərinizdən əlavədir. Yəni 56-ya qədər hamısı 56-dır deyəsən. Elə bilirəm ki, hamısını belə vermişdim 56-ya qədər. Yoxsa seçmə vermişdim uşaqlar. Uşaqlar, bu faizin açıq suallarını seçib vermişəm, yoxsa tam vermişdim? Siz mən yazmadıqlarınızı verdiniz, bir də mənim səhifə 79-dan testlərin hamısını verdim. Testlərə dəyimin eləməmisiniz, başlamamışsınız testlərə? Mən bir vərqin yazmışdım, orada Məryəm, başa düşmədik, həm 4 dənə var. Onda siz yeyin, testlərə dəyməyin. Buna 57-yə qədər nə qalıbsa arada verməmişəm, eləməmişsiniz, onları tam eləyin. Keçirin bir dənə Namazovdan mən sizə 6-cı sinifdən tapşırıq verəcəm. Məhlul məsələlərinə. Əsas mənə lazımdır ki, uşaqlar, məhlul məsələsini dərk eləyin.
Məhlul məsələsini öyrənən uşağın faizi bilmirəm, yəni deyə bilməzlər ki. Çünki faizin ən çətin yeri məhlul məsələsidir uşaqlar. Əslində məhlul asandır mən. Məhlul belə öyrənəndə asandır. Onun başqa yolları var. Mən yenə deyirəm, keçən uşaqlar öyrənmək istədik, öyrətmək istədim, uşaqlar çox əziyyət çəkdi. Ona görə asan yolun heç mən nə ilə də bu yolu öyrətməmişəm. Müəllim, onda bizik birinci. Hə, birinci sizə öyrədirəm. Mən bir şey deyim mən. De görüm. Sizin verdiğiniz testlərdə mən